Dostlar, bugün sizə qarışqalar ağaca növ çıxır və onlara qarşı mübarizə haqqında danışacağım. Deməli, qarışqaların ağaca çıxmağının əsas səbəbi şirə verən zərərvericilərdir. Bunlar bitlər ola bilər, yastıcı ola bilər, ağ qanadlı ola bilər. Gördüyünüz kimi bit basıb, yəni mənənə basıb bütün yarpaqları. Yəni tezliklə bu ağac mostar vurulmasa bu ağac qurumaya doğru gedəcək. Demək olar ki, bütün yarpaqları mənənələrlə zəbt olunmuş bir şəkildədir. Bu qarışqaları necə aradan qaldıraq? Bax, görürsünüz ki, bir hərəkətlilik var bu ağacda. Belə deyək də, mənənələrlə qarışqalar simbiyoz həyat tərzi keçirdirlər. Yəni qarışqalar mənənələri qoruyurlar. Ayaqlarında yumurtalarını daşıyırlar bir budaqdan, cavan zoğdan digərinə. Məqsəd ondan ibarətdir ki, bu mənənələrin şirin ifrazatı olur. Qarışqalar isə bu şirin maddəni çox sevir və onu əldə etmək üçün həmin zərərvericiləri qoruyurlar. Yəni bir sözlə yayılmasına kömək eləyirlər. Yəni qarışqanı azaltmaq istəyirsinizsə ağacdan, yəni birinci baxın yarpaqlara diqqətlə ki, bit varsa, mənənə varsa, onlara qarşı ciddi tədbir görün ki, qarışqalar azalsın. Bunlar hansı tədbirlərdir? Yəni bayaq dediyim kimi mostar istifadə edə bilərsiniz. Yəni üzərində göstərilən dozanı 2 qat edərək, çünki keyfiyyətsiz gəlir dərmanlar. Deməli, qarışqaların hərəkətini ağaca dayandırmaq üçün ağac gövdəsinə ən belə yaxşı üsullardan biri mən özüm istifadə eləmişəm. Yerdən hardasa bir 10-15 sm yuxarıda yapışqın özbüyüz lent ilə istifadə eləyin. Düzdür, onlar günəşdə bir həftəyə falan açıq havada quruyurlar, amma 10 gün, 15 gündən bir dəyişməklə bir effekt əldə edə bilərsiniz. Yəni əhəng də vurublar, gördüyünüz kimi yenə qarışqanın qabağını almır. Yəni digər məsəl üçün sirkəli su, qoxulu yağlar, nanə, limon, mixək yağı qarışıqları da yəni qarışqaları uzaqlaşdırır. Kimyəvi üsulda, yəni bağ dərmanları satılan yerdə maraqlansınız, bit və digər zərərvericilər üçün, məsəl üçün Aktara, Konfidor, Mospilan və s. ala bilərsiniz. Gördüyünüz kimi dostlar, bu cür yəni sarılmışam. Bunu yəni belə deyək, kres kley ilə də istifadə edə bilərsiniz. O kleyli milçəklər üçün olur, aslılar, ondan da edə bilərsiniz. Əsas odur ki, belə deyək də, ağaca qarışqanın hərəkətini dayandırasınız.